Ramiz Mehdiyevlə bu sayədə müqayisə oluna bilmərəm. Mən bəlli məqamlarda əlbəttə verilmiş tapşırıqların əsas qayəsini tutub, onun əsas belə deyək sahələr üzrə icrasını təmin edirdim. Amma dəqiqliklə son nöqtəsinə qədər burada necə ola bilər, o necə ola bilər, bütün mənfi və müsbət nüansları ölçərək icra etmək keyfiyyətlərini mən Ramiz müəllimdən öyrənmişəm. Bəzən olur ki, Ramiz müəllimə bu və digər biz kadr təqdim edirik. Bu kadrı şöbəyə götürmək lazımdır və yaxud da bizim rəhbərlik elədiyimiz digər qulluq sahələrini götürmək lazımdır. Bizim orada buraxdığımız və yaxud da ki, fikir vermədiyimiz nüansları Ramiz müəllim tutur həmişə. İnsanların tərcüməyi halında, insanların fəaliyyəti ilə bağlı bu və digər illərdəki onun tərcüməyi halındakı məqamları o qədər dəqiqliklə və ustalıqla Ramiz müəllim tutur ki, biz həmişə deyirik ki, Ramiz müəllimin senzurasını keçdisə, deməli, bu yaxşı bir dövlət qulluqçusu, yaxşı bir məmur olacaq. Sözün həqiqi mənasında Ramiz müəllimin yazılmamış və müəyyən olunmamış bir senzurası mövcuddur ki, o yalnız Ramiz müəllimin qəlbində və beynindədir. Yəni, bir delonu, hər hansı bir şəxsi işi, hər hansı bir əsəri, bir məqaləni, bir məruzəni, bir məktubu, müraciəti, yəni bu müraciətlər prezident üçün hazırlanan bütün o sənədlər Ramiz müəllimin baxışından keçəndən sonra cənab prezidentə gedir. Biz dəfələrlə baxırıq, dəfələrlə onu işləyən müəlliflər və onu redaktə edənlər baxır. Bu və digər nüansları tuta bilmirik, amma Ramiz müəllimin qarşısına keçəndə o nüanslar mütləq şəkildə tutulur və qeyd olunur. Bax, bu anlamda sözün həqiqi mənasında Ramiz müəllim çox dəyərli bir məmur, dəyərli bir, belə deyək, dövlət qulluqçusudur. Əlbəttə, Ramiz müəllimin elə xarakteri, xüsusiyyətləri var ki, onlar haqqında gələcəkdə çox danışılacaqdır, çox yazılacaq. İnsan var ki, onun fəaliyyətinin yalnız onun yaşadığı kəndə aidiyyatı var və yaxud da təmsil elədiyi rayona aidiyyatı var. İnsan var ki, onun fəaliyyətinin bütün respublika və bütün xalqa aidiyyatı var və bütün respublika xalqa da fəaliyyəti dövründə bu və digər bəhrələr verir. Ramiz Mehdiyev məhz o insanlardandır. Mən əminəm ki, onun daşıdığı o İstiqlal ordeni, onun daşıdığı digər orden və medallar sözün həqiqi mənasında Ramiz Mehdiyevin tam haqqıdır, tam layiq olduğu qiymətdir. Doğrudan da Ramiz müəllim bir dəyərli, şərəfli həyat yolu keçibdir və həyat yolundan onun silahdaşları olan bizlərə də bir pay düşür. Ramiz müəllimə bundan sonraki həyatında da möhkəm can sağlığı, eyni aydın düşüncə ilə bundan sonraki həyatında da fəaliyyət arzulayıram. Allah Teala onu ilk növbədə dövlətimizin, prezidentimizin qulluğuna nəsib eləməsin.